Ermənistanı lərzəyə salan qoca qurd, kölgə adam ləqəbli milli qəhrəman Pəncəli Teymurov. 1981-ci ilin 24 mart tarixində Astaranın Əzərüd kəndində dünyaya gələn Pəncəli Teymurov uşaqlıqdan qorxmazlığı ilə seçilirdi. 1999-cu ildə hərbi xidmətə çağırıldı. Qısa zamanda peşəkar kəşfiyyatçı kimi tanındı. Xidməti başa çatdıqdan sonra yenidən vətənə sədaqət andı içdi və Azərbaycan xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçı diversant taborunda xidmətini davam etdirdi. 17 il boyunca o səssiz qəhrəman kimi vətəni qorudu. 2013-cü ildə ailə həyatı quran Pəncəli toyunda bu sözlər demişdi. Bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sidq ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olum. Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutum dəfn olmağa getsin. Bu arzu 2016-cı ilin aprel döyüşlərində gerçəyə çevrildi. Tərtər istiqamətdə döyüş yoldaşlarıyla birgə Talış yüksəkliklərində igidliklə vuruşdu. Son damla qanına qədər mübarizə apardı və şəhidlik zirvəsinə ucaldı. Aprelin 11-də doğulduğu kənddə minlərlə insan iştirakı ilə dəfn edilən Gizir Pəncəli Teymurov vətən torpağına tapşırıldı. Bugün cənab prezident İlham Əliyevin sərəncamı ilə Pəncəli Teymurova milli qəhrəman adı verilib.